Naxçıvanın, Şərurun səssiz, lakin ruhu zəngin kəndlərindən biridir Çərçiboğan. Təbiətlə insanların ahəng tapdığı bu kənd daha çox sadəliyi, səmimiliyi ilə seçilir. Çərçiboğan kəndi eyni zamanda zəhmətkeş insanları, saf havası, təbii gözəllikləri ilə tanınır. Burada həyat öz axarı ilə ahəngdar şəkildə davam edir. Şərur rayonunun ən böyük kəndlərindən biri olan Çərçiboğan həm də qədim məhəllələri ilə diqqət çəkir. Burada daha çox Seyidlilər və Zamanlılar məhəllələri önə çıxır. Məhəllələrin hər addımında qarşılaşdığımız qədim evlər kəndin tarixindən xəbər verir. Buranın qədimliyi də elə onun adının arxasında gizlənib. Əfsanəyə görə Əmir Teymurun oğlu Miranşah əlində qalasını mühasirədə saxlayarkən bir çox kəndlərə öz carçılarını göndərirlər və yerli əhalinin Teymura tabe olmasını, Teymur hakimiyyətini qəbul etməsini tələb edirlər. Bir gün həmin carçılar Muğan kəndinə də gəlir və burada cəmaata hədə qorxu gələrək car çəkirlər. Bu yerlərdə Qazıxan adlı bir igid olubdur. O öz adamları ilə birləşib həmin carçılarla mübarizə aparıb və onları boğublar. Həmin yer indi Qazıxan adlanır. Bu versiyaya görə carçıları boğan Muğan kəndinin əhalisinin yaşadığı yer Carçı boğan, sonradan Çərçiboğan şəklini alıbdır. Vaxtı ilə zəvvarlar həmçəyə ziyarətə gedərdilər. O vaxt bəylərin onların carçıları olurdu. Çıxırlar, car çəkirdilər ki, ay cəmaət, hazırlaşın, sabah çıxacağıq, sabah nə edəcəyik? Birinin də qapısında çox çığırıbdı. Bir bəy də çıxıb eşiyə deyib, mənim qapımda nə qışqırırsın, səs yursarsan, tut bunu boğub bu carçını. Adı qaldı Carçı boğan. Çərçiboğan kəndinin adının mənşəyi haqqında başqa bir mülahizə də vardı. Mülahizəyə görə, demək bu kəndin ərazisindən Arpa çayının böyük bir qolu axırdı. İndi də o vardı. Dərə adlanan bu yer əslində Şamurqan çayı olubdu. Çərçi alverçiliyi ilə məşğul olan xırda, demək alverçiliyi ilə məşğul olan tacirlər olubdu. O tacirlər yayın istisində Şamurqan çayında sərinləmək istəyərkən boğulublar. Güya onların, yəni çərçi satanların boğulduğu yer mənasını verir. Çərçilərin boğulduğu kənd sonradan Çərçiboğan şəklinə demək alıbdır. Çərçiboğan qədim yaşayış məskəni olmaqla yanaşı, həm də milli adət-ənənənin qorunub saxlandığı bir kənddir. Bu kənd eyni zamanda öz yallısı ilə tanınır. Naxçıvanda Şərur yallısı məşhur olduğu kimi, Şərurda da Çərçiboğan yallısı məşhurdur. Bizim Şərur rayon Çərçiboğan kəndi digər kəndlərdən fərqi odur ki, bizim ulu babalarımızdan bizə miras qalan bu qədim adət-ənənəmiz olan yallını inkişaf elətdiririk. Burada demək olar ki, bir əsrdən çoxdur deyərəm ki, bu ənənə davam edir. Biz də çalışırıq ki, bu gördüyünüz bu uşaqları bizim milli və mənəvi dəyərlərin bir parçası olan bu qədim yallını biz gələcək nəslə öyrədək və bu bizim Şərur rayon Çərçiboğan kəndində demək olar ki 7-dən 77-yə hamı yallını bilir. Burada uşaq anadan olanda yallı musiqisi sədası altında anadan olur. Yəni eşitdiyi səs yallı musiqisi olur. Kənd sakinlərinin əsas məşğuliyyəti isə əkinçilik, maldarlıqdır. Hər ailənin həyatında az-çox torpaq sahəsi, bir neçə başda mal-qara tapmaq olar. Yaşlı sakinlərin sözlərinə görə bu torpaqlar onları həm də dolandırır, həyata bağlayır. Kəndin adət-ənənəsi elədir ki, düzdür, kəndlərdə kənd təsərrüfatı ilə məşğul olurlar, əkirlər, biçirlər. Ancaq boş vaxtlarında idmana daha çox biçirlər, musiqi ilə xüsusilə maraqlanırlar. Çərçiboğan kəndi səs-küydən uzaq, lakin milli mənəvi dəyərləri baxımından zəngin bir məkandır. Bu kənd təkcə bir yaşayış yeri deyil, həm də tarixdən süzülüb günümüzə gələn ənənələrin müasir dövrümüzlə həmahəng olduğu, səmimi insanların təbəssümlə qonaqları salamladığı torpaqdır. Ceyhun Məmmədov, Əli Xudiyev, Layiq Qələndərli, APA TV, Şərur.